Anar əlini atıb məni çağırana qədər bu qışqırır ki, bunu niyə çağır? Bunu sənsən. Nigarın bu hərəkəti onu necə yandırdısa, Röya arxivi tökməyə başladı. Qaça-qaça bir dənə bayrağı götürüb əlində. Yaxşı ki, oğlanın ayağı düşüb, deyəsən ona, indi elə başa düşdüm. Bu Eldarın şansıydı, onun başına qondu o quş. Bir dənə indi Eurovision'dan gedib gəlmirsən deyən özünü sən nə zənn etdin? Kim demirəm sənə, nə zənn etdin ki, mənə bu sözün deyəsən? Sizin adınız çəkiləndə və siz səhnəyə çıxanda heç durub sizi orada... Mən əlimi atdım, o mənə arxasını çevirdi, gördünüz? Arxası da ki, hamısı yapışdırılma deyə hamısında. Röyanın ard-arda aldığı mükafatlar onun düşmənlərini bir gün üzünə çıxartdı desək, yalan olmaz. Mən sizə deyim, əslində sona dək Nigarın düşünürdüm. Heç bu vaxtda da heç ümumiyyətlə düşünməmişdim. Yoxsa mən də Nigar kimi mamamla zatla gələrdim. Bütün sevgililərimi yığardım hamısını ora. Amma mən o qədər belə normal baxdım. Əslində inanın ki, Xəzərə görə ən çox getdim. Ki daha biz çox görsənək. Əsəbi soyumayan Röya Nigarla haqq hesabını qurtarıb keçdi İradə İbrahimovaya. Yenə də keçirəm, 2 uşağı var. Desəm gəlib sürüb ailəsi aparacaq evinə. Getsinə otursunlar evlərində. Mən onsuz itirmişəm. Deyir ya, İstanbul'un yağışdan nə qorxusu? Amma sizin qorxu var. Biriniz ərdəsiz, biriniz də bilinmir hardasız. Bu mükafat və qələbə kimin dost, kiminsə gizli düşmən olduğunu aşkarlamağa yetərmiş. Röya da altın kələbəyin sayəsində əzizlədiyi rəfiqəsinin əsl üzünü gördü. Röyanın uğurunu da, zəlzələ effekti yaradacaq açıqlamalarını da sizə olduğu kimi çatdırır.